Heç son vaxtlar fikir vermisiniz? Cəmiyyət sanki daha gərginləşib. İnsanlar bir-birinə qarşı daha səbirsizdir. Elə bil kiçik bir qığılcım böyük bir münaqişəyə çevrilə bilər. Əgər bu hisslər sizə tanış gəlirsə, tək deyilsiniz. Gəlin bugün sizin üçün hazırladığımız mənbələrə baxaq. Bu sualların cavabını bəlkə də 56 il əvvəldə, 1968-ci ildə axtaraq çox qəribə, hətta biraz da narahat edici bir təcrübə var. Bəli, ilk baxışda elə bilirsən ki, bu sadəcə siçanlar haqqında bir sınaqdır. Amma əslində, məsələ çox daha dərindir. Bu, bütün maddi ehtiyacları ödənilən, heç bir təhlükəsi olmayan, amma məqsədini, sosial rolunu itirən bir cəmiyyətin başına nələr gələ biləcəyinin, necə deyim, qorxunc bir modelidir. Təcrübənin adı da Kainat 25 idi və onun nəticələri hələ də bugün də beyinləri məşğul edir. Onda gəlin bu məsələyə biraz dərindən baxaq. Deməli, davranış alimi Kon Calhoun siçanlar üçün sözün əsl mənasında bir cənnət yaradır. Təsəvvür edin də, 4 cüt sağlam siçovul üçün xüsusi bir məkan. Amma bu adi bir qəfəs deyildi, eləmi? Bu sanki bir siçan utopiyası idi. Utopiya, bəli, amma bir şərtlə, fiziki utopiya. Calhoun'un bəlkə də o vaxt tam anlamadığı oydu ki, fiziki cənnət psixoloji cəhənnəmə çevrilə bilər. Şərtlərə bir baxın. Hər şey mükəmməl düşünülüb. Yemək və su, limitsiz, istədikləri qədər. Yırtıcılar, xəstəliklər, heç biri yox idi. Heç biri. Tamamilə aradan qaldırılmışdı. Hətta havanın temperaturu belə həmişə ideal səviyyədə saxlanılırdı. Məkan daim təmizlənirdi. Üstəlik yer o qədər geniş idi ki, 3000 siçan rahatlıqla yerləşərdi. Məqsəd aydın idi. Həyatda qalmaqla bağlı bütün stresi sıfıra endirmək. Bir dəqiqə. Yəni hər şey mükəmməl idi, amma cəmiyyət yenə də çökdü. Bu biraz məntiqə zidd gəlir axı. Normalda problemlər aclıqdan, resurs azlığından yaranır. Burada isə hər şey bol idi. Bəs problem hardan çıxdı? Məsələ bu təcrübənin canıdır. Baxın, ilk başda hər şey plana uyğun gedirdi. Həyatda qalmaq qayğısı olmayan siçanlar bütün enerjilərini cütləşməyə sərf etdilər və populyasiya partladı. Eksponensial artım. Yəni, bu sadəcə sürətli deyildi, artımın özü də getdikcə sürətlənirdi. Viral video kimi. Dəqiq. Əvvəl 1000, sonra 10.000, bir anda milyonlarla. Bax, cəmi 10 ay ərzində, yəni təxminən 315-ci gündə, siçanların sayı 600-ə çatmışdı. Amma görünür bu partlayışdan sonra nəsə tərs getməyə başladı. Çünki mənbələrdə yazılır ki, hələ 5-ci ayda siçanların sayı cəmi 220 olanda ilk sosial problemlər başlayıb. Yəni hər şeyin mükəmməl göründüyü bir vaxtda utopiya çökürdü. Bəli, və Calhoun'un sonradan davranışsal çöküş adlandıracağı proses məhz o an başlayırdı. Bu sadəcə bir-iki problem değildi. Bütün sosial quruluşun, belə deyək, içərdən çürüməsi idi. İkinci və üçüncü nəsil siçanlarda daha əvvəl heç görülməmiş anormal davranışlar ortaya çıxdı. Vahid koloniya dağıldı və cəmiyyət bir-birindən fərqli, qəribə qruplara bölündü. Gəl baxaq bu qruplar kimlər idi, nə edirdilər? Çünki məncə ən maraqlı hissə budur. Mənbələr 4 əsas qrupu fərqləndirir. Birincisi passivlər. Bu erkək siçanlar sanki həyatdan əllərini üzmüşdülər. Heç bir sosial qrupa qoşulmur, cütləşmir, hətta onlara hücum edəndə belə özlərini müdafiə etmirdilər. Dəhşət. Sadəcə ortalıqda uzanıb ölümü gözləyirdilər. Bədənləri yara içində, tükləri yolmuş halda. Çox acınacaqlı bir mənzərə. Və bu passivliyin tam əksi olan başqa bir qrup var idi. Alfalar. Bunlar koloniyanın ən güclü, ən dominant erkəkləri idi. Amma gücləri quruculuğa deyil, dağıdıcılığa yönəlmişdi. Səbəbsiz yerə davalar salır, həm dişilərə, həm də digər erkəklərə qarşı həddindən artıq aqressiv davranırdılar. Yəni, təcavüz, zorakılıq adi bir hala çevrilmişdi. Bəs bu aqressiv alfaların olması, o passivlərin yaranmasına birbaşa səbəb ola bilərdimi? Yəni, bəziləri bu zorakılıqdan qaçmaq üçün özlərinə qapanıb passivləşirdilər. Çox güman ki, bəli, bu klassik bir sosial dinamikadır. Zalımın olduğu yerdə məzlum da yaranır. Amma alfaların davranışı bununla bitmirdi. Ən dəhşətlisi bilirsiniz nə idi? Hər yerdə limitsiz yemək olmasına baxmayaraq, onlar arasında kannibalizm, yəni yamyamlıq başlamışdı. Necə yəni? Ölən və ya zəif siçanları yeyirdilər.
Və bu sağ qalmaq üçün deyildi. Bu sırf hökmranlıq, güc nümayişi və həzz üçün idi. Bu həqiqətən də dəhşətlidir. Yəni cəmiyyətdəki qaydalar o qədər pozulmuşdu ki, ən təməl tabu belə aradan qalxmışdı. Amma xaos bununla bitmədi, elə deyilmi? Heç də bitmədi. Cinsi davranışlarda da qəribəliklər yaranmağa başladı. Aha, o üçüncü qrup? Bəli, üçüncü qrup panseksuallar adlanırdı. Onlar normal cütləşmə rituallarını, yəni dişiləri cəlb etmək üçün edilən o hərəkətləri tamamilə itirmişdilər. Yaş və cinsiyyət fərqi qoymadan hər kəslə cütləşməyə çalışırdılar. Hətta insest, yəni öz balaları ilə cinsi əlaqəyə girmək kimi hallarda müşahidə olunurdu. Sosial nizam tamamilə alt-üst olmuşdu. Yəni bir tərəfdə tam apatiya, digər tərəfdə səbəbsiz aqressiya, bir başqa tərəfdə isə cinsi anarxiya. Bu xaosun içində sağ qalmağı bacaran normal bir qrup yox idi. Bəlkə də ən qəribə və ən düşündürücü qrup elə dördüncüsü idi. Gözəllər. Gözəllər. Bəli, bu qrupdakı həm dişi, həm də erkək siçanlar ətrafdakı reallıqdan, bu xaosdan tamamilə qopmuşdular. Onlar döyüşmürdülər, cütləşmirdilər, heç bir sosial fəaliyyətə qatılmırdılar. Həyatları yalnız 3 şeydən ibarət idi: yemək, yatmaq və özlərinə qulluq etmək. Öz dünyalarında yaşayırdılar yəni. Tamamilə. Başqaları yuxuda olanda yeməyə gedir, hamı oyaq olanda isə yuvalarına çəkilib saatlarla özlərini təmizləyirdilər. Buna görə də tükləri həmişə qüsursuz, təmiz və parlaq olurdu. Sanki narsistik davranışlar sərgiləyirdilər. Bu gözəllər qrupu sizə tanış gəlirmi? Ətrafda baş verən hər şeyə biganə, yalnız öz kiçik, qüsursuz dünyasında yaşayan insanları xatırlatmırmı? Bu çox vacib bir sualdır. Onların bu tam təcrid olunması bir müdafiə mexanizmi idi, yoxsa çöküşün özünün bir əlaməti? Bu, müasir dövrdəki o rəqəmsal təcridə çox bənzəyir. İnsanlar sosial mediada öz qüsursuz həyatlarını qurur, amma real dünyanın problemlərindən, ətrafdakı insanların dərdlərindən tamamilə qopurlar. Bəlkə də gözəllər sadəcə cəmiyyətin problemlərindən qaçaraq özlərini qoruyurdular. Amma nəticədə onlar da nəsil artırmadıqları üçün cəmiyyətin məhvinə töhfə vermiş olurdular. Amma məncə təcrübədəki əsl qırılma nöqtəsi, yəni geriyə dönüşü olmayan məqam, dişi sıçanların davranışlarının pozulması oldu. Çünki istənilən cəmiyyətin davamlılığı analardan və yeni nəslin sağlam böyüdülməsindən asılıdır. Mütləq. Calhoun da məhz bunu geri dönüşü olmayan nöqtə adlandırırdı. Dişilərdə də dərin davranış pozuntuları başladı. Bəziləri cütləşməkdən tamamilə imtina edib və onlara yaxınlaşan istənilən erkəyə hücum edirdi. Digərləri isə tam əksinə, heç bir fərq qoymadan hər erkəklə cütləşirdi. Ana olanlar isə onlar ana funksiyasını tamamilə itirmişdilər. Mənbədə yazır ki, onlar normal yuva qurmurdular, balalarını tərk edirdilər, hətta onlara qarşı həddindən artıq aqressiv davranırdılar. Bəzi dişilərin öz balalarını qəsdən öldürdüyü və ya yaraladığı qeyd olunur. İnanılmazdır. Bu, təbiətin ən fundamental qanununa ziddir. Analıq instinktinin yox olması bu həqiqətən də sonun başlanğıcı kimi səslənir. Tamamilə. Cəmiyyətin gələcəyi yeni nəslin yetişdirilməsindən asılıdır. Əgər bu təməl funksiya pozulursa, cəmiyyət özünü bərpa edə bilmir və məhvə məhkumdur. Elə də oldu. Populyasiya 2200-ə çatdıqdan sonra artım dayandı və sürətlə azalmağa başladı. Cütləşmə tamamilə dayanmışdı. Doğum da olmadı. Doğulan son bala təcrübənin 600-cü günündə dünyaya gəldi və bundan sonra heç bir doğum qeydə alınmadı. Koloniya faktiki olaraq özünü məhv etdi. Bəs sağ qalanlar? Onların aqibəti nə oldu? Calhoun onlara ikinci bir şans vermək istəyir. Bu da təcrübənin bəlkə də ən vacib hissəsidir. Sağ qalan bir neçə gözəl qrupundan olan siçanı həm erkək, həm dişi götürüb tamamilə yeni, daha böyük və yenə də ideal şəraiti olan bir mühitə köçürür. Sual buydu. Onlar bu yeni cənnətdə travmalarını unudub normal davranışlarına geri dönəcəkdilərmi? Yenidən bir cəmiyyət qura biləcəklərmi? Cavab çox sarsıdıcı oldu. Xeyr, dönmədilər. Heç biri. Təcrid, cütləşmədən imtina, yeni məkanda da eyni ilə davam etdi. Onlar fiziki olaraq sağ qalmışdılar, amma psixoloji və sosial olaraq sağalmaz dərəcədə zədələnmişdilər. Normal bir cəmiyyət qurmaq, nəsil artırmaq qabiliyyətini tamamilə itirmişdilər. Məhz bu nəticəyə əsaslanaraq, Calhoun hazırladığı yekun hesabatın adını belə qoydu: davranışsal çöküş.
Yaxşı, gəldik əsas məsələyə. Bütün bu dəhşətli təcrübənin bizim üçün, yəni müasir insan cəmiyyəti üçün mənası nədir? Təbii ki, biz şən deyilik, amma baxdığımız mənbə bu təcrübə ilə müasir cəmiyyət arasında birbaşa və çox kəskin paralellər aparır. Bu mənbənin şərhidir və biz bunu sizə olduğu kimi çatdırırıq. Mənbəyə görə bizim çoxmərtəbəli beton binalarımız o siçanların yaşadığı qutudur. Bizim də yeməyimiz boldur. Təhlükəsizlik təmin olunub, amma sosial rollar və həyat məqsədləri itməkdədir. Mənbənin iddiası budur ki, təcrübədəki alfalar, müasir cəmiyyətdəki egoist, bütün resursları ələ keçirməyə çalışan və hər şeyi nəzarətdə saxlamaq istəyən insanlardır. Passivlər isə məqsədsiz, depressiv və problemlər qarşısında aciz qalan, özünü cəmiyyətdən təcrid edən gənclərdir. Bəs gözəllər? Gözəllər isə reallıqdan tamamilə qopmuş, ətrafda baş verən haqsızlıqlara, problemlərə biganə qalan, yeganə dərdi öz komfortu və xarici görünüşü olan təbəqədir. Mənbənin gəldiyi nəticə çox düşündürücüdür. Deyir ki, cəmiyyətdəki aqressiyanın, doğum sayının azalmasının, sosial yadlaşmanın əsas səbəbi sadəcə iqtisadi deyil. Əsas səbəb siçanlarda olduğu kimi məqsədin və sosial rolların itirilməsidir. Sağ qalmaq üçün mübarizə aparmaq, ailə qurmaq, nəslini qorumaq kimi fundamental vəzifələr ortadan qalxanda varlıq öz mənasını itirir və davranışsal çöküş başlayır. Təbii ki, bu sadəcə bir təcrübədir və onun nəticələrini birbaşa insan cəmiyyətinə tətbiq etmək mübahisəlidir. İnsanlar siçanlardan daha mürəkkəb varlıqlardır. Bizim mədəniyyətimiz, dəyərlərimiz, şuurumuz var, amma bu təcrübə bizə bir xəbərdarlıq edir. Maddi rifahın hər şey demək olmadığını göstərir. Məqsədsizlik, sosial bağların qopması və rol qarışıqlığının bir cəmiyyəti içərdən necə çürüdə biləcəyini ortaya qoyur. Və təcrübənin sonunda gördük ki, sağ qalan siçanlar psixoloji olaraq o qədər zədələnmişdilər ki, hətta yeni və mükəmməl bir mühitdə belə normal həyata qayıda bilmədilər. Bu da bizi son və çox provokativ bir sualla baş-başa qoyur. Əgər bir cəmiyyət belə bir davranışsal çöküş yaşayırsa, o həqiqətən də nə vaxtsa tam bərpa oluna bilərmi? Yoxsa bu zədə sağalmazdır? Bu barədə düşünməyə dəyər.